Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində unikallığı ilə seçilən aşağı çənənin bərpası üzrə unikal və yüksək texnoloji cərrahi əməliyyat uğurla icra olunub. Bu əməliyyat mərkəzdə ilk dəfə olaraq 2026-cı ilin mart ayında Səhiyyə Nazirliyinin tapşırığı ilə yaradılmış plastik və rekonstruktiv cərrahiyyə şöbəsinin həkimləri tərəfindən icra edilib. Mərkəzin plastik rekonstruktiv cərrahiyyə şöbəsinin rəhbəri Məhəmməd Davudov deyir ki, pasiyent çənənin bədxassəli şişi diaqnozu ilə daxil olub. Əməliyyat zamanı çənə sümüyü tam bir şəkildə götürülmüş və yaranan defekt rekonstruktiv lövhə ilə aradan qaldırılıb. Xəstə bu müddət ərzində onkoloji kontrolda olub və onkoloji nöqteyi nəzərdən hər hansısa bir xəstəliyin irəliləməsi, inkişafı qeyd edilməyib. Əməliyyat təxminən 10 saat davam edib və bir neçə ixtisas üzrə cərrahi briqadaların iştirakı ilə həyata keçirilib. Qeyd edək ki, əməliyyatın icrasında plastik rekonstruktiv cərrah, tibb elmləri doktoru Elçin Məmmədov, mikrocərrahi transplantasiya mərhələsini isə üz çənə cərrahı, tibb üzrə fəlsəfə doktoru Kamil Abdullayev və üz çənə cərrahı Vəlican Abbasov icra ediblər. Məhəmməd Davudov bildirib ki, çənənin anatomik və üzün estetik tamlığının bərpası üçün ikincili rekonstruktiv əməliyyatın keçirilməsi qərarı alınıb. Bu məqsədlə biz xəstənin incik sümüyündən götürülmüş damar ayaqcıqlı transplantatla çənənin tamlığını bərpa etmişik. Bu tip əməliyyatlar müasir üz çənə cərrahiyyəsinin zirvəsi hesab olunur. Cərrah Kamal Abdullayev isə bildirib ki, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və çeynəmə funksionallığı bərpa edilib. Bu metodla xəstəyə onkoloji səbəbdən çıxarılmış aşağı çənə yenidən rekonstruksiya olunmuşdur. Belə əməliyyatlar bir çox xəstəni normal həyata qaytarır. Kamal Abdullayev onu da qeyd edib ki, əməliyyatın uğuru dəqiq rəqəmsal planlaşdırma, ixtisaslaşmış tibbi avadanlıqlar və anestezioloqlar, onkoloqlar, üz çənə və plastik rekonstruktiv cərrahların koordinasiyalı fəaliyyəti nəticəsində mümkün olub. Mikrocərrahi üsulla icra olunan rekonstruksiya zamanı sümük strukturu pasiyentin ayağından götürülərək üz nahiyəsinə transplantasiya edilib və damarlar yüksək dəqiqliklə birləşdirilib. Bu yanaşma onkoloji əməliyyat nəticəsində itirilmiş üz nahiyəsinin həm funksional, həm də estetik baxımından bərpasına imkan verib. Mütəxəssislərin sözlərinə görə, gələcək mərhələdə bərpa olunmuş sümüyə dental implantının yerləşdirilməsi planlaşdırılır ki, bu da pasiyentin həyat keyfiyyətinin tam bərpasına şərait yaradacaq.